Adamın gözlə gördüyü ətdə alladırlar. Qaldı ki, kalbası ola. Marketlərə gedirsən, mən yenə edirəm, mən antireklamını eləmirəm buradan. Şəxsən mən marketdəki ətlərə əvvəla möhür məsələsinə şəxsi istehlakçı kimi etibar eləmirəm. Gördüyümə, mən yaxşı əti tanıyan insanım. Mən yaxşı əti tanıyan, düzdür, mənim gözlərimdə xüsusi cihazlar yoxdur, mikrobu və s. görə bilmirəm. Amma yaxşı əti, təmiz əti tanıya bilən insanım. Və mən baxıram ki, marketdəki ət eramızın 2-ci əsrinə təxminən aiddir, o vaxtlara aiddir. Baxıram ki, mənlik deyil, almıram. Məsələn, əgər marketdəki ətin özü adama gəl yox, get deyirsə, marketdəki kalbasanın vay halına, ona necə inanım? Bəzən düz deyir, dadını, tamını hiss eləmək üçün almaq istəyirsən, yenə deyirəm, insandır, ürəyi istəyir, uşağı istəyir, evdə başqa adam olur, istəyir, ya tək egoist davran, mənə lazımdır deyil axı. Amma görürsən ki, yox, bir şey ki, gözlə gördüyün ətdə səni alladırlarsa, görmədiyin kalbasada neyin deyərlər, gözümün yaşına baxmazlar axı.